xalq şairi Sabir Rüstəmxanlının xanımı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ailəsi ilə olan fotolarını paylaşıb. Axşam.az xəbər verir ki, şəkildə Sabir Rüstəmxanlı, övladı Aydan və nəvələri yer alıblar. Sabir Rüstəmxanlı qızı Aydanın ad günü olduğunu vurğulayıb. O, övladını çiynimə söykənməyin və qucağımda rahatlamağın üçün könlümdə yerin bir başqa. Çünki analar bunu etməlidir, hələ bu övlad qız uşağıdırsa. Qızları hər zaman evimizdə qonaq kimi baxmışıq. Bu fikirdən xilas olmaq lazımdır. Harada olmalarından asılı olmayaraq, ana-ata evi onların sığınacağı ən güvəndikləri yer olmalıdır. Səni rahat edəcəyin yer ana qucağıdır. Nə qədər yaşayıramsa, aldığın nəfəs qədər yaxınında, arxanda dağ bil məni. Ad günün mübarək Aydanım sözləri ilə təbrik edib. Ailə Aydanın ad gününü şəhər restoranlarından birində qeyd edib. Diqqət çəkən məqam isə bir müddət əvvəl boşanma xəbəri yayılan müğənni Elçin Cəfərovun məclisdə olmaması olub. Qeyd edək ki, Elçin və Aydan cütlüyünün Can adlı bir övladı var. Elçin açıqlamasında boşanma xəbərlərini yalan adlandırmışdı.